Xəzinə. Artıq iyun ayı idi. İmtahanlar bitmişdi, təqaüdü alıb kəndə getmək vaxtı idi. Bir zamanlar kənd məktəbinin şagirdi olanda da yayın gəlməsinə sevinirdim. Mən kəndimizə çatmağa tələsirəm. Dağın başından evimiz ovuc işi kimi görünür. Xeyli dayanıb baxıram. Nəhayət, nənəm evdən çıxır. Yerimdən sıçrayır, boş çamadanı qapır və "Nənə!" deyə qışqıra-qışqıra dağdan enib evə doğru cumuram. Nənəmə çatıb qucaqlaşırıq. Birinci nənəm sözə başlayır. "Sağsan bala?" "Ölüdü, amma boynuna almır" deyə sanki yerin altından çıxan İllaryon acılayır. Nənəm, "Yəqin ki, acımısan, hə?" "Eybi yoxdur, onu Serapionla birgə kökəldərəm." İliko şadlıqla əllərini ovuşdurur. "De görək Tbilisidə nə var, nə yox?" İllaryon soruşur. "Çamadana qurğuşun doldurmusan?" İliko çamadanı asanlıqla göyə atır. "Yəqin dərs kitablarını gətirib." İllaryon gülümsüyür. "Kitab zad yoxdur." Nənəm ucadan dillənir. "Bəsdir oxudu, indi dincəlməlidir. Gör bir necə arıqlayıb, bir dəri bir sümüydü." "Bəli, bəli, əlbəttə sən haqlısan, Olga," deyə İliko hırıldayır. "Yazıq uşaq, məyər adam da özünə belə işgəncə verər? Kaş siz onun kitabxanasını görəydiniz. Onun otağına girəndə adamın başına əvvəlcə kitab, sonra kərpic düşür. Yazıq Olganın göndərdiyi bütün pullar kitablara gedir." İllaryon deyir. "Can oğlum," nənəm kədərlənir. "Axı o kitablar sənin nəyinə gərəkdir? Yaxşısı budur pulları yeməyinə xərclə, yoxsa göndərmərəm." Mən qorxaraq, "İllaryon Şevardnadze, bəs də, suyu bulandırdın," deyirəm. İliko, "Biz axı sənin qayğına qalırıq. Oxumaq lazımdır, amma cana qəsd eləmək olmaz," deyir. Ucadan dillənirəm. "Nənəcan, sən Allah süfrəni tez aç. Bəlkə bu acıdil kaftarlar səslərini kəsdilər." "Bu saat oğlum." Bir neçə dəqiqədən sonra biz süfrə başında oturub iştahla dadlı xörəkdən yeyirdik. "Gəlmək olar," deyə eyvandan səs eşidildi. "Buyurun, kimdir?" Otağa sevincək, həyəcandan üzü qızarmış Meri girdi. O təzə və qəşəng paltarda idi. "Nənə, xahiş eləyirəm, ələyi 1-2 saatlığa verəsiz." "Salam Zuriko." "Salam Meri." Mən ayağa qalxdım. Nənəm ona sarı döndü. "O da qapının dalında asılıb. Götür qızım." "Əyləş Meri." "Yox, tələsirəm." İliko mənə dedi. "Qızı yola sal." "Yox, yox, lazım deyil," deyə Meri razılaşmadı. Meri ələyi götürməyi unudub tələsik sağollaşıb getdi. Mən qaçaraq özümü Meriyə çatdırdım. Nənəm, İliko və İllaryon eyvana çıxıb mehribanlıqla dalmışca baxırdılar. Gəlişimin 3-cü ya 4-cü günü İliko həyətimizə girib çağırdı. "Hardasan ay yaramaz?" "Nə istəyirsən?" nənəm hay verdi. Mən taxta uzanıb dincəlirdim. "Xahişim var, əziz Olga. Üzümlüyü belləməyə başlamışam. Görürəm ki, tək bacara bilmirəm. Sənin yaramazın bekarçılıqdan iflic olmamış. Onu 2 günlüyə mənə ver. Dilin qurusun." "Yox, qardaş, daha mənim Zurikelam əvvəlki Zurikela deyil. Onu ora-bura qova bilməzsiz. İndi o tələbədir." "Üstünü bərk ört. Nə olsun ki, tələbədir. Onun xeyri üçün deyirəm də, boş-boş oturmaqdan paslanmasın. Yoxsa nəyinə gərəkdir?" "İliko, əl çək məndən." "Axmaq, sənin üçün əlləşirəm də, ayından şükür. Mənə işləmək qadağandır. Hökumət məni bura dincəlməyə göndərib. Aydındır?" "Yaxşı, yaxşı, tərslik eləmə. Gəl getdik." Razılaşmalı oldum. Mən, İliko və İllaryon ara vermədən bütün günü işlədik. "Sabah alaqaranlıqda gəlməlisiniz," deyə İliko əmr etdi. Biz dinməzcə razılığımızı bildirib ayaqlarımızı sürüyə-sürüyə evə getdik. "Yox, qardaş, belə yaramaz," deyə İllaryon acıqla dilləndi. "Bir şey düşünmək lazımdır. O lənətə gəlmiş üzümlükdə 100 illik iş var. İliko ilə üzümlük bizim axırımıza çıxacaq." İlikoya kələk gəlmək asan iş deyil.
Mən fikirli halda dedim. Elə olmağına elədi, ancaq gecə yarıyacan İlaryongildə oturub baş sındırdıq ki, görəsən İlikonun üzümlüyünün əziyyətindən necə yaxa qutaraq. Bir küpü yerdən tapanda İlaryon dedi, sevincdən az qala dəli olmuşdum. Elə bildim ki, xəzinə tapmışam. İçində nə vardı? Heç nə. Küp torpaqla dolu idi. Keçmiş zamanda qəzaya uğramış gəmilərin sərnişinləri şüşüyə yaxud küpə məktublar salar, ağzını bağlayıb dənizə atardılar. Sonra kimsə həmin şüşəni tapar, məktubu çıxarar və həmin adamların taleyini öyrənərdi. Nə dedin? Birdən İlaryonun keyfi açıldı. Ağzı bağlı küpdə məktub? Hə? Sənə nə oldu İlaryon? Dayan İliko Çiqogidzi. Sənin başına elə bir oyun açım ki, özün də məətəl qalasan. Mən təəccüblə ağlını itirmiş İlaryona baxdım, amma heç nə başa düşmürdüm. İlaryon yerindən sıçrayıb yan otağa qaçdı. Kağız, qələm, mürəkkəb qabı gətirib stolun üstünə qoydu. Otur və yaz Zurikela. Yox, əvvəlcə kağızı bürməliyib əzişdir. Bax belə, indi hamarla və yaz, deyib diktə eləməyə başladı. Mən Levarsi Çiqogidze bu məktubu ölüm ayağında yazıram. Mənim həyatım sevincsiz keçib. Bir tikə çörəyi özümə çox bilib, yaman gün üçün qəpik-qəpik pul yığmışam. Səhhətim pozulub. İndi də ölürəm. Bircə təsəllim var. Zəhmətim hədər getməyib. Amma ağacımın yanında böyük daşın altında bir küp qızıl bastırmışam. Vaxt gələr, oğluma qismət olar. Bəlkə də olmadı. Hər şey Tanrının əlindədir. İlahi, sən özün mənim İlikomu bütün bəlalardan qoru. Amin. İlaryonun niyyətini anladım. Eyni zamanda məndə şübhə oyandı. İliko bu məktuba inanarmı? Deməz ki, niyə yerə bastırıb özümə verməyib? Yox, axı yazıq Levarsi, İlikonun heç bir yaşı tamam olmamış, vəfat eləmişdi. Yaxşı, bəs niyə arvadına deməmişdi? Çünki Kakano uşağı doğanda ölmüşdü. Elə isə hər şey qaydasındadır. Mütləq inanacaq. Biz məktubu lüləvari qatlayıb əskiyə bükdük, islatdıq və küpə soxduq. Ağzını da yaxşıca möhürlədik. Ertəsi gün düz təyin olunmuş vaxt İlaryonla mən üzümlükdə idik. Deyəsən İlikonun bizi fasiləyə çıxarmaq fikri yox idi. Mən narahat halda gözaltı İlaryona baxırdım. Niyyətimiz baş tutacaqmı? Birdən İlikonun beli nəyəsə dəyib cingildədi. İliko söydü, beli qaldırıb baxdı və yenə qazmağına davam etdi. İndi də belin ağzı, deyəsən, qabı sındırdı. İliko diz üstə çöküb torpağı işləməyə başladı. Ehtiyatla küpü çıxardıb təəccüblə bizə baxdı. Nə tapdın? Deyə güya təəccüblənmiş İlaryon ona yaxınlaşıb soruşdu. İliko cavab vermədi. Küpün ağzını açıb məktubu içindən çıxartdı və cəld açdı. Ver oxuyum, mən dedim. Rədd ol, özüm də oxuya bilərəm, deyə o kobud cavab verdi və oxumağa başladı. Məktubun əsas yerinə çatanda çeçiyib öskürdü, bədəni titrədi. Niyə sustun? Oxu da. Rəngi qaçmış İliko udğunub İlaryona baxdı. Oxu görək nə yazılıb. Əlimi məktuba uzatdım. Lakin İliko kəskin hərəkətlə əlimi itələdi. Mən gecə-gündüz alma ağacının altında böyük daşın üstündə otururdum. Mənim həyatım beləcə keçdi. İlahi, mənim oğlum İlikonu sən saxla. Onu qoru, amin. İliko titrək əlləri ilə məktubu büküb cibində gizlətdi. İlaryon isə heç nə başa düşmürəm, dedi. Məktubu niyə yerə bastırmalı idi? Masanın daxılına qoyaydı da. Kələyin üstünü açmamaq üçün susuzluqdan yanıram dəhanəsi ilə bulağa qaçdım. Doyunca güldükdən sonra üzümlüyə qayıtdım.
Otun üstündə oturmuş İliko və İllarion papiros tüstülədirdilər. Gəlib çıxdınmı? İşə başlayaq, deyə İllarion ayağa qalxdı. İllarion əzizim, bəlkə bu günlük bəsdir. Nəsə özümü pis hiss eləyirəm. İliko zarıdı. İllarion dərhal İlikonun əlindən yapışıb nəbzini yoxlamağa başladı. İliko özünü elə göstərdi ki, güya bu dəqiqə öləcək. İliko, sən ged uzan, biz işləyərik. Yox, İllarion, siz də gedin dincəlin. Nə danışırsan, İliko? Dincəlmək nədir? Səni xəstə halda tək qoyub getmək? Heç vaxt. Səni sağaldıb sonra gedərik, deyə mən əlavə etdim. Ay köpək oğlu, bugün işləməsən dəli olarsan, cəhənnəm ol evinə. İlikonun səbri tükəndi. İliko, belə iş olmaz. Axı gün təzəcə başlayıb. İllarion şəfqətlə dedi. Karsınız siz? Sizə deyirəm evə gedin, məni rahat buraxın. Bəs üzümlüyü necə olsun? Özüm bilərəm. Axı birdən-birə nə oldu dostum? Əl çəkin. Özündən çıxmış İliko bağırdı. Rədd olun. Torpaq mənimdir. Özüm necə istəsəm elə də eləyərəm. Eşidirsiniz? İxtiyar sənindir. Sabah gələk? Nə sabah, nə ertəsi gün, nə də bir həftə sonra. Sizin köməyinizə ehtiyacım yoxdur. Əl çəkin məndən, gedin. Aydındır, rədd olun. Səhər açılar-açılmaz, oğrun-oğrun İlikonun evinə tərəf getdik. Alma ağacının altındakı iri daş kənara atılmışdı. Yerində böyük çala vardı. Oradan kimsə təngənəfəs topa-topa torpağı kənara atırdı. Başlayıb, deyə İllarion pıçıldadı. Görünür, bütün gecəni qazırmış. İliko, deyə İllarion çağırdı. Çaladan əvvəlcə İlikonun əlləri, sonra dəsmalla bağlı başı nəhayət özü çıxdı. Nə var? Burada nə ölümün var? Gəldim sənə baş çəkəm. Xəstələnmirsən axı. Sən isə, bu nədir İliko? Quyu qazıram. Quyu? Axı sənin quyun da əla bulağında var. Var. Ehtiyac üçün ikincini qazıram. İxtiyarım yoxdur. Bugün üzümlükdə işləyəcəyik. Rədd olun. İliko çaladan çıxaraq qışqırdı. Rədd olun əclaflar. Özümüzü gülməkdən zorla saxlayaraq qaçıb yola çıxdıq. İliko qazdığı çaladan heç nə tapmayıb, ikincisini qazmağa başlamışdı. Bir həftənin içində əməlli başlı əldən düşmüşdü. Arıqlamışdı, üzünü saqqal basmışdı. Yorğunluqdan tərpənə bilmirdi, amma yenə inadla çala qazmağa davam edirdi. İllarion dedi, bəsdir qoca əziyyət çəkdi. Belə getsə öləcək. Bu gecə bu işi bitirmək lazımdır. Biz qaranlıq düşəndə alma ağacının yaxınlığında gizlənib niyyətimizin zəfərlə sona çatmağını gözlədik. Gecə yarıya yaxın qapının cırıltısı eşidildi. İliko çalıya yaxınlaşıb bir dəqiqədən sonra çalada yox oldu. Biz çalanın qırağına süründük. Quyudan tövşümə və bel zərbələri eşidilirdi. Birdən quyunun dibində nə isə cingildədi. Biz kolluğa cumduq. Bir neçə dəqiqədən sonra İliko əlində böyük saxsı küp quyudan çıxdı. O, alma ağacının altında oturub əlini küpə saldı. Birdən onun üzü istirabla doldu. Əlini küpdən çıxarıb iylədi. İlikonun qolu dirsəyə qədər murdar məhlulla bulaşmışdı. İliko hərəkətsiz başı aşağı oturdu. Xeyli keçəndən sonra öz-özünə danışdı. İllarion Şevardnadze, axır ki mənə qalib gəldin. El içində məni biyabır elədin. Bu zibilə görə məni 2 quyu qazmağa məcbur elədin, deyib küpə bir təpiyi vurdu. Qələbə sənindir. Bilirəm, indi kolluqda oturub sevinirsən. Otur, otur. Amma gözümə görsənmə. Çünki görsəm, öldürəcəyəm. Bəs o yaramaz Drukela hardadır? Əlbəttə sənin yanında, ancaq günah məndədir. Mən qoca axmaqdadır. Yoxsul atam hara, xəzinə hara.
İlahi, bircə bu küpü onların boş başında sındıra bilsəydim, ondan sonra ölümə də razı olardım. Hirsim soyusun, sonra gəlin. Gözümə görünməyin. Uzaq olun, məni günaha batırmayın. İliko ayağa durub evə tərəf getdi. Birdən üzünü kolluğa tutub dedi: Sabah səhər gün doğanda sizi üzümlükdə gözləyirəm. Hünəriniz var, gecikin, avaralar. Biz puskudan çıxıb belləri götürdük və səhərə qədər bizim əziz, deyingən İlikonun üzümlüyünü bellədik. Pakizo. Nənəmin, İlikonun və İllaryonun yaşlı bir inəyi var. O, 5 ildir analıq borcundan inadla boyun qaçırır. Əlimizdən gələni etdik, ancaq neynədiksə də faydası olmadı. Pakizo öz nəslinin davamçısı olmaq istəməsə də süt verirdi. Şərihlik qaydalarına əsasən Pakizo növbə ilə bizdə, İliko və İllaryongildə qalırdı. Sahiblərini eyni dərəcədə sevir, hər evdə də eyni dərəcədə aclıq çəkirdi. Pakizo olduqca huşsuz inəyi idi. O həvəslə qapısını açıq gördüyü həyətə girər və hər kəsin boş badyə ilə ona yaxınlaşıb sağmasına itaətlə icazə verərdi. Bu yay Pakizonun tamam əldən düşdüyünə və faydasızlığına əmin olduqda nənəmin evində müzakirəyə toplaşdıq. Nənəm dedi: Hər şeyin axırı çatır. O cümlədən inək ömrünün də. İndi nə etməli? İnəyə nə çarə qılmalı? Satmalıyıq, deyə İllaryon təklif etdi. İliko: Nəyini? Sümüklərini? Fil sümüyü deyil ki, dedi. Sümüklərini niyə? Ətini? Heç əti var ki? Gəlin ət tədarükünə verək. Qəbul etməzlər. Bəlkə dərisinə görə qəbul etdilər. Ölsəydi canımız qutarardı. İllaryon əlini yellədi. Bircə onun dəfni ilə məşğul olmağımız qalıb. Səhərdən hazırlıq başlandı. Mən Pakizonu təmizləyib, qaşolduyur, İllaryon duzlu su içirdir, İliko zorla yedirdir, nənəm isə ilıq su ilə inəyin dizlərini ovuşdururdu. Saat 2-də tulluq kimi köpmüş, bəzəkli Pakizonu təntənəli surətdə həyətdən çıxartdıq. 3 kilometr yolun 100 metrini getməmişdik ki, nənəm qışqırdı. Dayanın, geri qaytarmaq lazımdır. Nə olub Olga? Deyə İliko soruşdu. Sağmağı unuttum. Yazıq əziyyət çəkəcək. İllaryon çığırdı. Çəlləyi bura gətirin, tez! Mən evə qaçıb stəkan gətirdim. Pakizonu sağıb, köpüklü mayı ilə dolmuş stəkanı mənə verdilər. Sonra bölüşdürərik, İliko dedi. Biz geniş şoseye çıxdıq. Birdən Pakizo əvvəlcə bir, sonra o biri dizi üstə çöktü və yazıq-yazıq böyürdü. Belə geçsək, bir həftəyə ancaq çatarıq, İllaryon mırtıldadı. İliko: Naşatır veriləsin, dedi. Şüşəni Pakizonun burnuna dürtdüm. Fınxırıb qulaqlarını oynatdı, amma yerindən tərpənmədi. İliko əmr elədi. Qan almaq lazımdır. İllaryon bıçaqla inəyi qulağından yaralayan kimi ayağa qalxıb qaçdı. Pakizo 20 metr qaçıb durdu, yol qırağındakı otları bulayıb yerə uzandı. İliko dedi: İşimiz pisdir. 2-3 belə gölbəçədən sonra təhvil verməyə heç nə qalmaz. Pakizo gözlərini yumdu. O biri qulağı da yaralamalı olduq. İnək o dəqiqə qalxdı, sürətlə qaçıb döngədə yox oldu. Döngəni burulandan sonra yol düz idi. Lakin Pakizo görünmürdü. İnək hanı? Nənəm çığırdı. Biz addımımızı yeyinlətdik. Nəhayət o biri döngədə gördük ki, Pakizo yolun qırağındakı kolluğun kölgəsində uzanıb. İllaryon çağırdı. Pakizo! Pakizo cavab vermədi. Qalxmaq istəmirsən Pakizo? Deyə nənəm mehribanlıqla soruşdu. İnək quyruğunu tərpətdi, sonra başını yenə qoyub gözlərini yumdu. Hə, indi qalx. İllaryon inəyə tərəf əyildi.
qalx ay lənətə gəlmiş, deyə İliko hirsləndi. Pakizo bizə zərrə qədər də fikir vermirdi. Onda biz əməli tədbirə əl atdıq. Hərəmiz bir tərəfdən onu zorla qaldırıb məntəqəyə apardıq. Biz güc bəla ilə ət tədarükü məntəqəsinə gəlib çatdıqda artıq qaş qaralırdı. Pakizo qapının ağzında yenə də uzanmaq istədi. Zuriko, naşatır! İlaryon boğuq səslə məni çağırdı. Cəhənnəm olun hamınız, təngə gəldim, deyib yarım şüşə naşatırı inəyin burnuna əndərdi. Pakizo yerindən götürülüb həyətə girdi. Tərəziyə qoy, tez, deyə İlaryon mənə pıçıldadı. Özü isə məntəqə müvəkkilinin yanına getdi. Salam, inək gətirmişik. Familiyası, inəyin, sahibinin, Vaşalamidze, Çiqogidze, adı, sahibin, inəyin, Pakizo. Müvəkkil inəyə baxıb üz-gözünü turşutdu. Nədir? İnəyə oxşamır? İlaryon dedi. Belə inək olar? Arıqdır biraz əlbəttə, deyə İliko razılaşdı. Bəs niyə uzanıb? Ölməyib ki. Nə danışırsan oğlum? Görmədin həyətə ceyran kimi girdi? Nənəm söhbətə qarışdı. Müvəkkil tərəziyə yanaşdı, Pakizoya toxunub dedi. İnə ölüb. Ola bilməz. Yəqin yatıb. İlaryon etiraz etdi. Deyirəm ki, ölüb. Həyətdən çıxarın. Müvəkkil sərt səslə əmr etdi. Biz Pakizonu yola çıxartdıq və dinmərcə dövrəsində oturduq. İnəyi yolda qoymayın, deyə müvəkkil həyətdən çağırdı. Ya bastırın, ya da evinizə aparın. Nəhayət göydə ulduz görünəndə İlaryon sükutu pozdu. Bastırmaq lazımdı. Bəlkə burada qoyub qaçaq, deyə İliko təklif etdi. Elə şey olmaz. İlaryon özündən çıxdı. Ölüyə hörmət eləmək lazımdır. Gəlin, mərhumun qohumlarına xəbər verək. Zurikela, telegram yaz, deyə İliko mənə tapşırıq verdi. Gül, taygöz şeytan. İlaryon onun üstünə düşdü. Bilmək istəyirsənsə, bu inək mənə anadan da əziz idi. Bunun südü ilə böyümüşəm. Olga, neyniyək? İliko səssizcə oturub qolu ilə gözünün yaşını silən nənəmdən soruşdu. Yazığı bastıraq, amma harda? Hansı pulla? İlaryon mızıldandı. Yolda ayaqyalın, kefi kök, fit çala-çala gedən uşaq göründü. Ay uşaq, bura gəl, deyə İlaryon çağırdı. Oğlan yanaşdı. Kimsən? Marat Simonaşvili. Harda yaşayırsan? Bax, orada. Oğlan əlini harasa qaranlığa uzatdı. Neçə uşaqsız evdə? 6 qız və bir də mən. İnəyi görürsən? Mər bu inək idi? Az danış. Onun sahibi bizik. Düzdür, indi o ölüb. İnəyi bastırmaq lazımdır. Al bu onluğu, evə qaç. Bacılarınla birgə bel gətirib onu bastırın. Başa düşdün? 10 manat azdı axı. Oğlan İllaryonla çox çək-çevir edib, dirəşdikdən sonra bir 50-lik qopara bildi. Bugün artıq gecdir. Səhər tezdən qumlayaram. Qumlayaram yox, bastırarsan. İndi isə düz gözlərimin içinə bax və yadında saxla. Mən sabah səhər bura gələcəyəm və əgər burada, həmən bu yerdə qəbir görməsəm özündən küs. Başa düşdüm, deyə Marat cavab verib qaranlıqda yox oldu. Düz bir həftə sonra mən rayon sanitar nəzarətindən kənd soveti gözətçisinin gətirdiyi arayışı nənəmə, İlikoya və İllaryona oxuyurdum. Arayışda bildirilirdi ki, ölmüş inəyi şosedə atıb getdiyimizə və cəmaatın haqlı narazılığına səbəb olduğuna görə 300 manat cərimə olunuruq. İliko bir dəqiqə sükutdan sonra dedi, məncə bu cəriməni İllaryon verməlidir. Təkcə İllaryon niyə? Deyə nənəm soruşdu. Çünki inək ona anasından da əziz idi, onun südü ilə böyüyüb. İliko cavab verdi. Bəs inəyi hazırlıq məntəqəsinə verməyi kim təklif etdi?
İlarion acıqla soruşdu. Təklif edən də özün idin, deyə mən ona sözünü xatırlatdım. İlarion heç nə demədi. Evə getdi, qapını bağladı və bütün günü bayra çıxmadı. Mən artıq kəndçi uşağı Zurikela yox, ali təhsilli iqtisadçı idim. Döşümdə universitet nişanı parlayırdı. Kəndimizə məni səbirsizliklə gözləyən doğmalarımın yanına qayıdıb evimizin qabağında üzümlük salacağımı, öz ailəmin, Merim, 11 oğlum və bir gözəl mavi gözlü qızımın olacağını, tez-tez şəhərə gedib ailəmə bəxşişlər, kitablar gətirəcəyimi, nənəmi də, İliko və İllarionu da sevindirəcəyimi, Marta xalanın yanına gedib nənəmdən ona pay aparacağımı, onun da sevincindən ağlayacağını təsəvvürümə gətirirdim. Sonra onların hamısını öz evimə köçürəcəkdim. İlikonu, İllarionu, Marta xalanı. Elə bu arzularla kəndimizə qayıtdım. Dağın lap kəlləsinə dırmaşıb, bütün kəndimizi sanki ovucumun içində gördüm. Evimizin damından burum-burum tüstü çıxırdı. Lakin nənəm həyətdə görünmürdü. Qaçaraq pilləkanları qalxıb otağa girdim. Otaq yarı qaranlıq idi. Nənəm çarpayda uzanmışdı. Mən ona tərəf əyildim. O yatmışdı. Barmaqlarımın ucunda eyvana çıxdım və orada İliko ilə İllarionu gördüm. Mən salam deyib gülümsədim. Salam deyə onlar həvəssizcə cavab verdilər. Sizə nə olub? Dünən axşam halı pisləşdi. Elə bildiyi səhərə çıxmaz. Teleqramı aldın? Hansı teleqramı? İliko zorla cavab verdi. Halı pis idi. Öldü. Qapıya atıldım. Getmə, qoy yatsın. Nənəm axşama qədər yatdı. Gözlərini açıb mənə baxdı. Sonra zəif səslə soruşdu. Yuxudayam, yoxsa bu doğrudan da mənim balamdır? Mənəm nənə, deyə nənəmin sinəsinə sıxıldım. Gəldin əzizim, ürəyin duymuşdu, eləmi? İliko, uşağa yemək verdiniz? Verdik, Olga. Mənim kitabım bağlanıb. Nə danışırsan, nənə? Bax, görürsən, çənən titrədi. Ay Səfi, bəs necə? 73 yaş az deyil. İlahi, keç günahımdan. Amma mən həyatdan doymamışam. Görünür, insan belədir. Biraz da yaşaya bilsəydim. Bəsdir, Olga, sən hələ bizim hamımızdan çox yaşayacaqsan, İllarion dedi. İllarion, əvvəl gözlərinin yaşını sil, sonra zarafat ilə. Universiteti bitirdin, oğlum, deyə nənəm məndən soruşdu. Cibimdən diplomu çıxarıb nənəmə verdim. O diplomu məhəbbətlə sığalladı, sonra İllariona verdi və oxumağını xahiş etdi. İllarion diplomun içini oxudu. Nənəm ağlayırdı. Xeyli susduqdan sonra diplomu mənə verdi və dedi, indi otur və mənə qulaq as, oğlum. Səhərə kimi qalmaram. Allaha çox şükür ki, məni səninlə görüşdürdü. Mən vəsiyyət yazmamışam. Amma burada nə varsa, hamısı sənindir. Sən olmayandan sonra istəmirəm. Ağlaya-ağlaya dedim. Lazım olar, oğlum. De, ağla. Ağla, bəs necə? Nənə öləndə nəvə ağlamalıdır, oğlum, deyə başımı sığalladı. Bu adamları itirmə, bala. İliko və İllarion səninlə nəfəs alır. Sözlərindən çıxma. İliko və İllarion uşaq kimi hönkür-hönkür ağlayırdılar. Bizi tək qoyun, nənəm dedi. İliko və İllarion yerlərindən tərpənmədilər. Rədd olun, taygöz şeytanlar.
Heç diri adama da yas saxlayarlar. Biz ikimiz qaldıq. Yaxın gəl, səni öpmək istəyirəm. Mən əyildim. Nənəm alnımdan, saçlarımdan, gözlərimdən, üzümdən, əllərimdən öpdü, sonra özünə tərəf çəkdi, qoynuna sıxıb saxladı. Azca dikəlib əllərini göyə qaldırdı. Ey qadir Allah, mən öz uşağımı sənə tapşırıram. Onu qoru, yaman gündə ona kömək ol. Onun nəvə nəticəsinin ömrünü uzun elə. Amin. Sonra sakitcə əlavə etdi. İndi işığı söndür və çıx. Bir neçə dəqiqədən sonra nənəmin yanına qayıtdıqda o artıq keçinmişdi. Əyilib uzun müddət onun sevimli doğma üzünə baxdım. Kimsə içəri girdi. Kiminsə nəfəsini duydum. Hiss edirdim ki, bu nəfəs ömrüm boyu mənim yanımda qalacaq. Dönüb arxaya baxmırdım. Amma bilirdim ki, o Meridir. Qaranlıq otaqda işıq saçan mənim Merim. Sonra dönüb baxdım. Baxdım ki, o işığı və onun şüalarında İlikomu, İllarionumu və nənəmi görəm. Nodar Dumbadze 1928-1984-cü illər. Məşhur Gürcü yazıcısı Nodar Dumbadze Tbilisidə dünyaya göz açıb. 1937-ci il repressiyaları zamanı valideynləri sürgün olunan Nodar qohumlarının evində böyümüşdür. O, Tbilisi Universitetinin İqtisadiyyat fakültəsini bitirmiş, lakin öz sənəti üzrə çox az işləmişdir. 1957-ci ildən özünü bütünlüklə yaradıcılığa həsr etmiş, bir neçə bədii jurnalda redaktor, baş redaktor kimi çalışmışdır. Dumbadze bir sıra şeir, hekayə və romanların müəllifidir. Mən, Nənəm, İliko və İllarion romanı Dumbadze'nin avtobiografik əsərlərindən sayılır. Yetim uşaq Zuriko, kənddə nənəsi və qonşuları İliko və İllarionla birlikdə yaşayır. Böyük Vətən müharibəsi illərində öz yaxınlarını cəbhədə itirmələrinə, çətin və ağır şəraitdə yaşamalarına baxmayaraq, bu insanlar hələ də gülməyi, sevinməyi və həyata ironiya ilə baxmağı bacarırlar. Siz Gürcü yazıcısı Nodar Dumbadze'nin Mən, Nənəm, İliko və İllarion romanını dinlədiniz. Kitab Respublika Gözdən Əlillər Kitabxanasının səs-yazma studiyasında səsləndirilib. Oxudu Respublikanın xalq artisti Eldost Bayram, montaj Zəkəriyyə Qurbanov. Bu kitab həmçinin Gözüm ol mənim kitab klubunun YouTube səhifəsində də yayımlana bilər. Video montaj Əli Ələkbərovundur.